Gününüz aydın olsun Azərbaycan xalqı. Demək mən buradan səslənirəm. Gədəbəy rayon icra məmurlarına, icra nümayəndələrinə, Gədəbəy rayon bələdiyyəsinə, bilmirəm. Axırı bu işi kim görəcəksə onlara səslənirəm. Ölkə başçımız cənab prezidentin turizmə göstərdiyi qayğı və diqqətinə baxmayaraq Gədəbəydə turizm 0 dərəcəsindədir. Burada olanlar yaxşı bilir ki, indi Gədəbəy hansı təbiətə, hansı bir füsunkar bir gözəlliyə yəni xas olan bir rayondur. Baxın indi, baxın görün. Hələ bu Gədəbəyin fevral ayında olan bir mənzərəsidir. Hansı ki, burada hər bir şey yararlıdır. Turizmə əlverişli bir təbiəti var deyək, hər bir şey. Bulaqların sayına görə Kəlbəcərdən sonra ikinci, yəni zənginliyinə görə ikinci rayondur. Ancaq bugünkü gün Gədəbəy cəmaatı niyə axı gedib digər yerlərdə istirahət eləməlidir? Niyə axı? Bax bu gördüyünüz qabaq döş deyilən ərazidə orada Şahdağ turizm kimi bir turizm mərkəzi yaratmaq olar. Yay qış burada hər bir şey yaratmaq olar ki, hansı ki orada yetərincə cəmaat istirahət elə bilər. Əllərinə bəhanə düşüb Gədəbəy uzaqdır, məsafə uzaqdır, ona görə turist gəlmir. Niyə gəlmir? Turist digər rayonlara 4-5 kilometr gedə bilir, Gədəbəyə gələ bilmir. Gədəbəy nədir ki, sizin üçün? Burada hər bir şey tarixi abidələrdən tutmuş bulaqlarına qədər Gədəbəyin füsunkarlığı, Gədəbəyin gözəlliyini danışdıqca da qutarası deyil. Danışsan da nə qədər danışsan qutarası deyil. Çünki Gədəbəy ecazkar bir təbiətə malik bir rayondur. Buranın cəmaatı da ki, bilənlər bilir, qonaqpərvər, ürəyi istədiyi insana qapısını açacaq qədər mehriban cəmaatı var. Bura əsl əlverişli bir yerdir. Gədəbəyin infrastrukturunu mən demirəm. Hələ hansı ki kəndlərdə, Gədəbəyin kəndlərində 10 kənddən bir zibil yeşiyi qoyublar. Hansı ki bunu hər kəndin qarşısında olmalıdır. Hər magistralın qırağında kəndin çıxacağında olmalıdır. Çox şeylər var. Onları dilimə alıb demirəm. O sadəcə bir tədricən düzələn bir şeydir. Ancaq axırıncı dəfə Gədəbəydə turizm və yaxud da hansısa bir meşədə, hansısa bir digər yerlərdə abadlıq işi aparıbsa da Aydın Quliyev aparıb. Bu da ki, Aydın Quliyevin də burada olan tarixçəsini hardasa 40 ilə yaxındır. Yəni dedim nədir? O vaxtdan bəri Gədəbəydə nə turizm, nə bir insanların istirahəti üçün bir yer yoxdur. Gədəbəy cəmaatı nə qədər kafedə yeyib içəcək, nə qədər boş-boş insanlar istirahət deyəndə ancaq kafeni nəzərdə tutacaq. Olmazmı ki, bu Gədəbəy cəmaatı uşaqlarını, ailəsinin yanına salsın, getsin, elə uzağa getməsin, elə öz rayonunda istirahət eləsin. Niyə Gədəbəy cəmaatı hər yer gözəldir, Azərbaycan hər yer gözəldir. Niyə Gədəbəy cəmaatı buradan Qəbəliyə, Qusara və yaxud da Qubiyə harasa getməlidir uşaqlarının istirahəti üçün? Burada madəm ki, burada hər bir şərait var, təbiət, Allahın yaratdığı təbiət var. Təbiət, ən gözəl təbiəti mən deyərdim ki, elə Gədəbəyə Allah Taala verib. Ancaq bugünkü gün turizm 0 dərəcəsindədir. Bu birbaşa sizin bu təşkilatçılığınızın olmamağı, birbaşa cənab prezidentin turizmə ayırdığı qayğıya qarşı çıxmaq və yaxud da hansısa bir laqeyd yanaşmadır. Mən buradan sizdən xahiş edirəm, tələb edirəm, bir Gədəbəyli kimi turizmə nəzarət edin, turizm haqqında tədbir görün. Ancaq bir şərtlə ki, da gəlib orada turizm deyib, hamının o istirahət yerlərini, hansısa bir kasıb da gedib orada istirahət eləyir, 5-10 manat gedir produktunu alır orada, piknik deyək, eləyir, gedib onların qarşısını almaq yox, sadəcə turizm, bildiyiniz turizm, hansı ki, digər rayonlardan, xarici ölkələrdən bura gəlib, yəni ki, burada istirahət eləsin. Bax, sizə bir şey göstərim, Gədəbəyin qədimliyini. Bu gördüyünüz körpü Siemens qardaşlarından qalma körpüdür. Hansı ki, bura Siemens qardaşları gəlib, bura qədər qatar gəlib. Siz indi bilməyənlər də bilsin, bura qədər qatar gəlib. Yəni, bu nəyə bunu vurğulayıram? Ona görə ki, Gədəbəyin qədimlik, gözəllik, insanların qonaqpərvərliyi, ləziz yeməkləri, hər bir şeydə demək olar ki, insan istirahəti üçün yay qış əlverişli bir mövqedir, əlverişli bir rayondur. Bunlar da siz laqeyd yanaşırsa, onda siz icra qurumu kimi və yaxud da hansısa bir bu məsuliyyətli bir şəxs kimi bu rayonda işləməyən öz fəaliyyətinizi dayandırın, qoy kim bacarır onlar gəlsin, bu fəaliyyəti davam eləsin. Sizdən xahiş edirəm, turizm haqqında tədbir görün. Mən şəxsən Gədəbəyi turizm baxımından yatmış bir rayon hesab edirəm. Hansı ki, burada hər şey əlverişlidir. Yay, qış turizmi, yay turizmi, hər bir şey yaratmaq olar. Yetər ki, siz istəyin və yetər ki, siz müraciət edin. Şəxsən mən müstəqil ölkənin vətəndaşı kimi tam əminliklə deyirəm ki, siz əgər istəsəz cənab prezidentimizin ayırdığı fonddan, deyək ki, ölkə büdcəsindən ayırıb turizmə yəni diqqət göstərərsiniz. Ancaq onu istəmirsiniz. Əgər istəmirsinizsə, eləyə bilmirsinizsə, Gədəbəyin imkanlı oğlanları çoxdur, mərd oğlanları çoxdur, hansı ki, Gədəbəy uğrunda hər bir şey eləməyə hazırdır. Gədəbəyin qəhrəmanlıq
qoyaq qırağa, o bizim vətənpərvərliyimizə xas olan bir şeydir. Ancaq qaldı ki, Gədəbəyin qayğıkeş oğlanları bugünkü gün hansısa bir vəsaiti ayıra bilər. Ya çəkilin durun qıraqda o insanlar iş görsün, ya da ki özünüz bir tədbir görün. Bu mənim üçün bir Gədəbəyli kimi mənə şəxsən təsir edir və bu da mənim bir yaralı yerimdir. Var olun Azərbaycan xalqı, var olun əziz Gədəbəylilər. Buradan da bütün Gədəbəyliləri salamlayıram.